ChatGPT-nin CEO-sundan soruşurlar ki, uğurlu insanların ən əsas ortaq nöqtəsi nədir? Gündə 16 saat işləmək, hər gün kitab oxumaq, hər gün səhər saat 5-də durmaq? Yox, bunların heç biri deyil. Bunlar sənə ən əsas gedəcəyin yolda aparacaq yaxşı vərdişlərdir. İnsanların çatacağı nəticələri, onların xasiyyətini, onların vərdişləri formalaşdırır. Lakin cavab bu deyil. Cavab sənin özünə olan inamındır. O qeyd edir ki, mən indiyə kimi gördüyüm bütün uğurlu insanlarda dəlicəsinə özünə inam var. Yəni, qətiyyən onların heç bir maneə, kütlədən ayrılma ya da ki, insanların onlara fikirlərinə qarşı olan ön yargıları heç vaxt bunlara mane olmur. Nə qədər çətinliklə də qarşılaşsalar, nə qədər həll edə bilməyəcəklərini fikirləşdikləri böyük problemlərdən də qarşılaşsalar, nəticədə o hədəflədikləri şeyi alacaqlarına əmindirlər. Bundan zərrə qədər şübhələri olmur. Nə olursa olsun, o nəticəyə çatacaqlarına heç vaxt şübhə eləmirlər. Sadəcə buna inanırlar və səbirlə, intizamla davamlı olaraq işləyirlər. Burada isə çox əsaslı bir səbəb yaranır. Sən planladığın hədəflərinə çatacağına nə qədər əminsən?